Bismillah, elhamdülillah, vahdahu ve salatu ve selamu ala men la nebiyyə ba'də. Dəyərli müsəlmanlar, bir məsələ barəsində danışmaq istəyirəm və düşünürəm ki, bu hər bir üçün faydalı olacaqdır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Vəl-haccul məbruru leysə ləhu cəzaun illəl cənnə." Buyurmuşdur ki, məbrur həccin mükafatı yalnız cənnətdir. Məbrur həccin mükafatı yalnız cənnətdir. Və Əbu Hüreyrədən rəvayət olunur ki, Allah Rasulundan sallallahu aleyhi və səlləmdən soruşulmuşdur. Əyyul əməli əfdal? Buyurulmuşdur ki, yəni soruşulmuşdur ki, Allah Rasulundan sallallahu aleyhi və səlləmdən hansı əməl daha fəzilətlidir? Allah Resulü sallallahu aleyhi və səlləm belə cavab vermişdir. İmanun billahi və rasulihi. Buyurmuşdur ki, Allaha və onun Rasuluna iman getirmək. Qilə thummə məzə? Deyilmişdir ki, bundan sonra hansı əməl daha fəzilətlidir? Allah Resulü sallallahu aleyhi və səlləm belə cavab vermişdir. Əl-cihadu fi səbilillah. Allah yolunda cihad etmək. Allah Resulü sallallahu aleyhi və səlləm belə cavab vermişdir. Və yenə soruşuldu ki, yəni qilə thummə məzə? Yəni sonra bundan sonra hansı əməl daha fəzilətlidir? Və Allah Resulü sallallahu aleyhi və səlləm belə cavab verdi. Həccun məbrurun. Yəni məbrur həcc. Yəni burada sual ortaya çıxa bilər ki, məbrur həcc nədir? Nədir məbrur həcc ki, onun mükafatı yalnız cənnətdir və o əməllər içərisində daha fəzilətlidir. Və digər hədisdə deyilmişdir ki, məbrur həcc kim edərsə, yəni o günahsız olaraq bütün günahları bağışlanar. İbn Useymin rahimehullah Riyadus Salihin şərhində, kitabın şərhində belə demişdir. Demişdir ki, məbrur həccin 4 şərti vardır. Yəni məbrur həccin, yəni insanın həccinin məbrur olmasının 4 şərti vardır. Birinci şərt odur ki, o həcci insan Allah üçün etməlidir. Yəni Allah üçün, yəni ixlaslı olmalıdır həccində. Yəni Allahın razılığını qazanmaq üçün etməlidir həcci. Yəni insanlar, onun qohumları, onun dostları ona həcci desinlər yox. Və yaxud da onun stolunun başında oturmaq üçün yox. Yəni o həcci yalnız və yalnız Allahın razılığını qazanmaq üçün onu həcci etməlidir. İkinci şərt isə məbrur həccin, o həcci Allah Resulü sallallahu aleyhi və səlləm necə edibsə o cür etməlidir. Yəni bidət əməllər, yəni İslamda olan yeniliklər, hansı ki qadağa olunan, məzəmmət olunan bidətlər etməməlidir. Yəni sünnədə gələn Allah Resulü sallallahu aleyhi və səlləm necə həcc edibsə o da üzr etməlidir. Çünki hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, həcc ayinlərini məndən götürün. Yəni mən necə edirəmsə o cürə, o şəkildə həcc edin. Ona görə də müsəlman həccini Allah Resulü sallallahu aleyhi və səlləm necə edibsə o cür etməlidir. Üçüncü şərt insan həccini halal pulla etməlidir. Yəni rüşvət alaraq həcc etməməlidir. Oğulluq edərək həcc etməməlidir. İnsanların haqqını girərək pul əldə edib həcc etməməlidir. Onun həcc pulu necə olmalıdır? Halal pul olmalıdır. Dördüncü şərt isə məbrur həccin olmasının şərti, dördüncü yəni şərt odur ki, həcc əsnasında bütün günahlardan uzaq olmalıdır. Yəni bütün günahlardan insan uzaq olmalıdır. Yəni həcc əsnasında söyüş söyməməlidir. Dava-dalar salmamalıdır, insanlarla dalaşmamalıdır, qeybət etməməlidir, namamlıq etməməlidir, öz həyat yoldaşı ilə yaxınlıq etməməlidir, qadınlara baxmamalıdır. Yəni, ümumiyyətlə, bütün günahlardan uzaq olmalıdır ki, onun həcci məbrur olsun. Yəni, bu 4 şərt əgər oturarsa, onun həcci məbrur olar və necə ki hədisdə də gəldi ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, məbrur həccin mükafatı yalnız cənnətdir. Həmçinin də İmam Ən-Nəvəvi rahimehullah buyurur ki, məbrur o deməkdir ki, huvəl-ləzi la yertekibu sahibuhu
fihi ma'siyeh. Yani məbrur odur ki, yəni həcc sahibi, həcc edən orada yəni günah işlətməsin. Yəni günah işlətməyən, həcdə günah işlətməyən kəsdir. Yəni məbrur həcc, qəbul olunan həcc, düzgün həcc, yəni bu 4 şərti yerinə yetirməlidir. Və Allah Subhanahu Taala'dan dua edirəm ki, kim həcc etməyibsə, ona Allah həcc nəsib eləsin və həccini də məbrur etsin. Və Allah Azza və Cəllə dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanakallahum və bihamdik, əşhədu an la ilahə illə ən, əstəğfiruka və atubu ileyk.